O tara uşaqlıq illərindən bağlanmışdı. Lap əvvəldən ona heç tar çalmağı öyrədən də olmamışdı. Elə balaca köksünə sığmayan istəyi səbəb olmuşdu ki, evdə heç kim olmayanda xəlvətə salıb divardan aslı tarı götürsün, başlasın qulağında səslənən, ürəyinə axan musiqini bir barmaq çalmağa. Götürərdi, çalardı, hər çaldıqca da barmaqları dünənə nisbətən daha qıvraq olardı. Tarın pərdələri üstündə daha rahat gəzərdi və bu balaca uşaq bircə özünün şahidi olduğu bu irəliləyişə hədsiz sevinərdi. Çalardı, sonra da evə kimsə gələnəcən tarı asıldığı yerdən necə götürmüşdüsə, elə düppədüz o cürdə qaytarıb yerinə qoyardı. Ancaq mat-məəttəl qalmalı bu idi ki, atası hər dəfə evə gəlib 1 saatmı, 2 saatmı sonra tarı götürüb çalmaq istəyəndə deyinərdi. Mən başa düşmürəm, bu tara kim əl dəyib? Uşaq mat-məəttəl qalardı ki, axı necə götürmüşəmsə yerinə düz o tərdə qoymuşam. Otaqda məndən başqa heç kim olmayıb ki, atama xəbər verə. Bəs atam hardan bilir ki, tara toxunan olub? Heç bir sir axıracan sirr olaraq qalmır. Hər sirrin açılan bir gün olur. Bir dəfə yenə axşam idi. Yenə atası evə gec gəlmişdi. Birlikdə şam elədilər. Sonra da Məşədi Süleyman həmişəki kimi tarı götürdü, mizrabı simlərə toxunduran kimi başını buladı. Başladı tarı kökləməyə. Kökləyib qutardı, amma həmişəki kimi çalmağa başlamadı. Tarı uzatdı Bəhrama. Al bir çal görüm necə çalırsan. Bəhram əvvəl tərəddüd elədi, çalmaq istəmədi. Axı atası onun tar çala bilməsindən xəbərsizdir. Nə özü öyrətmişdi, nə bir başqası. Ancaq Məşədi Süleyman təkid elədi. Götür çal, bildirəm tar çalmağı öyrənmisən. Balaca Bəhram tutulan kimi oldu. Görən atam hardan xəbər tutub ki, tar çala bilirəm. Axı indiyəcən çalmağımı nə eşidib, nə görüb. Ancaq Məşədi Süleymanın sonraki sözləri Bəhrama anlattı ki, niyə atası hər dəfə tara əl dəyilməsindən duyuq düşürmüş. Çal Bəhram, çal. Hər axşam tarın kökdən düşməsindən hiss eləyirdim ki, ona əl dəyən olub. İndi çal görün bari zəhmətinin bir bəhrəsi varmı? Bəhram başlamışdı çalmağa. Məşədi Süleyman Bəhramın pərdələr üstündə gəzən zərif barmaqlarına çox baxa bilməmişdi. Üzünü çevirmişdi yana və bir gözü atasında olan Bəhram təəccüblənmişdi ki, görən atam niyə belə elədi? Bir yaz axşamı idi. Bala çalırdı, ata dinləyirdi və bu səs hələ ki içəri şəhərdəki bir otaqdan gəlirdi. Zaman yetişəcək, Mansurovlar ocağında ilk dəfə səslənmiş bu tarın sədaları dünyanın neçə ölkəsindən gələcək, dinləyənləri riqqətə gətirəcək, hər çalğısı alqışlara bürünəcək. Azərbaycanın sabah şöhrətlərə bürünəcək, tar ömrünün mənasına çevriləcək o tarzənin ilk tamaşaçısı qarşısında
hələ yalnız atası üçün çaldığı o axşamda təqvimdə neçəncili idi? 1917 ya 1918 yaxud ondan da biraz sonra. Çox illər keçəcək, yarım əsrəcən bir vaxt ötəcək. Axşamlardan birində məşhur tarzənin, Azərbaycanda artıq hamının tanıdığı sənətkar Bəhram Mansurovun evində bir uşaq tar çalacaq. Elə təxminən o vaxt, 20-ci əsrin əvvəlində Bəhramın özünün kiçikkən çaldığı sayaq. Bəhram ustadın kiçik oğlu çalacaq və elə ilk xallar səslənən kimi Bəhram ustad kövrələcək, qəhərlənəcək, başını yan tərəfə çevirəcək. Uşaq çalacaq, Bəhram dinləyəcək və yadına düşəcək o uzaq axşam. Atasının, Məşədi Süleymanın ona birinci dəfə qulaq asdığı və azacıq dinləyincə ixtiyarsız başını yana çevirib udqunduğu axşam. Yalnız yarım əsr sonra o yana çevrilmənin, o udqunmanın, o kövrəlmənin səbəbi Bəhram ustada əyan olacaq. Dinləyəcək, qəhərlənəcək və sevinəcək, fərəhlənəcək ki, ocağın daha bir tarzəni doğulur. Vaxt çox insanları aparıb. Amma vaxtın xatirələrimizi bizdən alıb aparmağa gücü çatmır. Keçmiş Hüsnü Hacıyev, indiki Azərbaycan küçəsinin sonunda, aşağısında dərzixana, fotostudiya olan binanın üst katındakı o tanış, o məhrəm mənzildə lap çoxdandır ki, başqa adamlar yaşayır. Axırıncı dəfə o mənzilə mənə əziz olan insanların hələ yaşadığı evə haçan getdiyimi də unutmuşam. Amma o mənzilin telefon nömrəsi yaxşıca yadımdadır. Sanki elə dünən, lap elə biraz qabaq tanış nömrələri gözüyumlu yığmışam. Dəstəyin o başından Bəhram müəllimin mehriban səsi gəlib. Kim bilir, bəlkə elə həmin nömrələri yıxsam, yenə həmin mənzildən cavab gələcək. Ancaq nə fayda, gedənlər gedib, o mənzil mənim üçün artıq tamam başqa bir ünvandır. Orada yaşayanlar da yad adamlardır. Gedənlər gedib, ürəkdə həsrətləri, xiffətləri qalıb. Amma nə yaxşı ki, həm də bu xiffətləri, bu həsrətləri hər dəfə ovuda bilən, o unudulmaz günləri yenidən qaytarmağa, təzədən diriltməyə qadir olan yadigarlar var. Bəhram müəllimin barmaqlarının, ürəyinin, duyğularının, düşüncələrinin qovuşduğu doyulmaz çalğıları. Dinləyirəm, xoşbəxt dəqiqələr ərzində sevimli dünənlər yenidən canlanır. Və bütün gələcəklər boyu da hər dəfə o füsunkar çalğılar səslənincə belə olacaq.